Salam əziz və hörmətli dostlar, xoş gördük. Umaram ki keyfiniz sazdır, var olun, sağ olun. Bu günlərdə seçkilərə başımız qatışdı. Bir çox dostlarımızla birlikdə. Xəbərlər həyəcanlı idilər. Partilər də o söz ki vermişler onu tuta bilmədilər. Buradan bir çox əlbəttə. Bunu götürüm, elə bir ışıq düşür gözümə burada. Salam əziz və hörmətli dostlar, xoş gördük. Mən İnsafəli Hidayət. Düşüncə Bağı adlı proqramı aparıram. Bu proqramda Güney Azərbaycan və İranda yaşayan Türk millətinin müxtəlif siyasi təşkilatlarının başkanları ya o təşkilatlara mənsub olan şəxsiyyətləri dəvət edirik, təşrif gətirirlər və bərabər danışırıq o partilərin ideolojisi haqqında, dünya görüşü haqqında, siyasətləri haqqında, İran nədir, Azərbaycan nədir, Türk nədir, Türkçülük nədir, pan-türkizm nədir, pan-farsizm nədir, pan-iranism nədir və yüzlər belə konu haqqında kiçik və böyük çox ciddi düşüncələr ortaya qoyulur və mübahisələr aparılır. Bunun üçün biz bir çoxlu partilərdən dəvət elədik, təşrif gətirsinlər bura, qəbul elədilər. Bu günəcən təhcə parti ki dediyinə əməl eləyibdi və mən deyə bilirəm ki bu partiyə üzv olmaq ciddi önərirəm. Çünki o birisilər buradan heç bir parti dediyinə hələ buradan əməl eləməyib. Bəziləri əslində istəməyiblər, görünələr. Yəni, mən bunları bir-bir bu gün danışacağım. Umarım ki, qonağımız təşrif gətirəndə Mahmud bəy Bilgin cənabları təşrif gətirəcəklər. Mən, Mahmud bəy, əgər təşrif gətirsəz ya burada olsaz mənə bir əlamət verin ki, mən cənabınızı çağırım, bir yazı yazın, yəni əslində. Mən cənabınızı görün, bilmirəm hangi aydizlə gələcəksiniz ya nə cür gələcəksiniz. Sizi üstə gətirəcəyəm. Dostlar, mən partilərin adlarını saya bilərəm ki, hangiləri çağırdıq. Bir-bir indi deyim bunları. Mən düzün desəz, biraz indi qəzavət istəyirəm eləyəm partilərə görə. Və bu biraz da acı olacaq, amma deyək ki, Güney Azərbaycan partiləri bu intixabat ya seçkilərə qatışdıqlarına, qatışmadıqlarına görə o önəmli xəbərdir hər halda. Siyasi bir orada bir davranışdır. Biz istəyək, istəməyək, orada bir siyasi bir oyun geçir. Deyək ki, onlara başları qatışmışdı, ona görə cavab verməmişdilər. Bu gündən bunların cavablarını gözləyirik. Təhcə parti ki, buradan geçən 3 ay azalıb ola 3 ay. 3 ayda təkcə parti ki, bizim sorularımızın hamısına cavab verməyə çalışıbdı. Güney Azərbaycan İstiqlal Partisi Salih bəy İldırım cənabları başkanlığı iləndir. O birisi partilər sadəcə bura gəldikləri günlərdən əlavə bir iş görməyiblər. Yəni, burada əgər gəliblərsə, o sorulara cavab veriblərsə, ondan sonra sorulara cavab verməyiblər. Bundan belə ki, qərar idi, səsli, videolu ya yazılı şəkildə o sorulara cavab versinlər, göndərsinlər, biz də yayaq. İki halətdən xaricdə ya partilər sorulara cavab verə bilmirlər, dünya görüşləri dardır, xəritələri yoxdur, sözcüklərdən, kəlmələrdən tərifləri yoxdur. Ki, bu yaxşıdır. Yəni, bu pis deyil. Yəni, bu ki, bir parti bilir ki, tamam, mənim zəfim var. Mən bu zəfi gedirməliyəm, mən bu zəfi aradan aparmalıyam və millətin qarşısına bir parti kimi çıxmalıyam. Mən bir şəxs kimi çıxa bilmərəm. Bir şəxs eləyə bilər ki, desin, mən filan kəlməni tərif eləməmişəm, ya bu cür elədir, ya belədir. Amma bir parti, əgər bir iddiası var ki, partidir, baxın, iddiası var partidir. Önəmi yoxdur ki, onun içində 100.000 adam var, ya 10 adam var.
Mühüm budur ki, o deyir mən partiyəm. Mən partiyəm demək, yəni ki, mənim bir dünya görüşüm var siyasətdə, hər şeydə bir fərqli düşüncəm var. Əgər fərqli düşüncə olmasa, niyə bir belə parti var? İlləti budur ki, bunlar, məsələn, deyək ki, istiqlalçılar partidirlər. Niyə bunlar bir parti olmayıblar? Çünki deyiblər, mənim səndən fərqim var. Mən gedirəm, bu məna ki, mənim zehnimdə var, gedirəm onunla parti düzəldən, gedirəm onunla parti düzəldibdir. Yəni ki, bir çatışmamazlıqlar olubdur, gedibdir parti düzəldir. Tamam, buracan da gözəl. Amma indi gələ o mənaları deyərlər ki, mən nə düşünürəm? Eyni halda tacə bu fəqət mənim sorularımdır. Yəni, İnsafəli Hidayətin ağlına gəldiyi sorulardır. Topluma çıxsalar, 50 dənə öğrencinin qarşısına çıxsalar, 10 dənə xanımın qarşısına çıxsalar, 4 dənə əməklinin qarşısına çıxsalar, sorular soruşsalar, nə deyəcəklər? 4 dənə ayrı partinin qabağına çıxsalar. Bir dənə parti konferansı ola, gəlin burada danışaq, biz konferans eləyək, biz burada bir-birimizdən düşüncə alveri eləyək. Nə deyəcəklər? Bir bu. Yəni, bunlar çox ciddi məsələdir. Bir de budur ki, önəmin düşünmürlər. Bu çox pis şeydir, tərəfidir. Yəni, adamlar deyir ki, mənim bir şuarım var, 3-4 dənə şuarım var. Vətən, Azərbaycan, istiqlal falan, ya federalizm, ya hər nə mənə. Mən bu 4 dənə şuarı verərəm, dönümə, adamların içində mətrəh olam. Mən niyə məsələn vaxtımı qoyum, gedim Hidayətin sözlərinə, sorularına cavab verim? Ya məsələn orada bəzisini başarıram, bəzisini başarmaram, xərab olmam. Bu da məncə çox şeydir, yəni pis baxışdır. Önəm verməyək ki, əgər buradan qərarlı 4 dənə kitab çıxsın, ya məsələn hər partiyə bir dənə kitab çıxsın, bir dildə ya 4 dildə, hər neçə dildə çıxsın, 4 dənə kitab çıxsın məsələn bir dənə partiyə. Bu mənim kim olduğumu və necə düşündüyümü dünyaya göstərəcəkdir. Bunun əhəmiyyətini bilməyən bir adam, bir parti, məncə parti olması yaxşıdır. Yəni, mən indi buradan bir partilərin adını sayacağım, bir neçə parti ilə danışmışam. Mənim nəzərimə düşüncələri var, fərqli düşünürlər, amma önəm verməlidirlər. Qəziyyənin, macəranın önəmini bilməlidirlər ki, biz istiyoruz, indiyə yox, gələcəyə bir referenslər qoyaq. Ki, biz nə istirdik, nə cür düşünürdük, bizim anlayışımız hər kəlmədən, hər cümlədə nə idi? Cümlələri ağzımıza gətirəndə elə bu ki, ağzımıza gəlir, cümlə beləsi gəlir demirik. Bəlkə bir hesab kitab var hər kəlmənin və hər cümlənin arxasında. Belə bir düşüncə ilə ortaya gəlməlidirlər. Yəni, bəlkə ayrı bir senaryolar da ola bilər, niyə ciddi tutmurlar, amma məncə ən önəmlisi budur ki, ya sorulara cavab verə bilmirlər, ya soruların önəmin düşünə bilmirlər, ya fikirlər ki, kim bizi çağıracaq, məsələn, 2 dənə hizbi qoya qarşı-qarşıya, ya mən məsələn bir Fars hizbi ilə, bir Erməni hizbi ilə, bir ayrı məmləkətin hizbi ilə bir yerdə oturub danışmayacağam ki, məsələn, deyələr nə qədər geri qalıbdır. Məncə bu sorular bizim partilərimizə güc verəcək. Bizim partilərimizə göstərəcəkdir ki, harda zəifdirlər, harda güclüdürlər, harda güclənməlidirlər. Hər halda, mən partilərin hamısını dəvət eləmişəm üst-üstə. Çehrəqani cənabları deyib, mən gəlməyəcəm. Demi, üzrsən, deyib ki, mən soruşacağım, cavab verəcəm, amma 3 ayda cavab vermir və mən hər dəfə də videolarımızı göndərirəm, bilir ki, mən bu qaziyanın arxasındayım, amma cavab vermir. Nədən isə Mahmudəli Çehrəqani cavab vermir, bu cənabları cavab vermir, bu bir sualdır mənə. Yəni, məsələ, özün sualdan üstün bilir. Yəni, məndən heç kəs sual soruşa bilməzmi? Məni challenge çəkə bilməzmi? Biri budur. Bir dənə deyim, gələk yetişək, onları da deyək da. Güney Azərbaycan İstiqlal Partisi dostlar,
6 cələsə huzuri gəldi, 6 cələsə huzuri gəldi, 6 cələsə də qeyri-huzuri gəldi, üst-üstə tamam sorulara cavab verdi və birində biz nömrə müsbət qoymuşuq, 0 ilə 100 arasında deyək, buna 3 dənə qoymuşuq, demişik ki, 0 olsa olur ərdəmli, 50 olsa olur ən ərdəmli, 100 olsa olur milli ərdəmli. Mənfilər də hər bir, əgər gəlməsə hər günə 10, gəlirsə, hər bir adama təhqir edirsə, tohin edirsə, adın çəkirsə, intiqad edirsə, bunlarda da mənfi veririk. Hər vəsi bir mənfi hesab olur. Bunun üçün Güney Azərbaycan İstiqlal Partisindən Salih bəy Yıldırım və partisi o 11-12 cələsənin bir cələsində ən ərdəmli, qalanında milli ərdəmli olubdur. Yəni birində 50, qalanında 100 alıbdır. Əjdər bəy Təqizadə cənabları mütəəssifanə bununla belə ki, danışıbdır da, səs də qoyubdur da, qəbul da eləyibdir hər şeyi, gələcəyəm da deyibdir. Sonra da Avustraliya qollarındakı Mikail bəy mərrif eləyib, o gəlibdir, o da deyib qonağımız olacaqdır. Qıbrıs Cumhuriyyəti, Quzey Qıbrıs Türk Cumhuriyyəti Başkanı gələcəkdir. Onunla məşğul olacaq. Ondan sonra gəlirəm. Mütəəssifanə gəlməyiblər və hər gün mənfi alıblar. 10 mənfi, 60 mənfi. Sonra da yenə də bundan belə hala da axtarıram gəlsinlər. Həm bunları silsinlər, həm də bunlar mühüm deyil. Əslində budur ki, onlar düşüncələrini ortaya qoysunlar ki, nə düşünürlər. Amma təəssüflə Əjdər bəy Təqizadəgil və partilərdə gəlməyiblər. Müxtəlif şeylərə çıxırlar. Yəni televizyonlara çıxırlar, müsahibə verirlər, danışırlar, şüar verirlər, yumruqları düyünürlər, vururlar, gözəl fəaliyyətlər edirlər, sağ olsunlar. Amma nədən isə çıxaq bir ideolojik danışaq, bir düşüncəsəl danışaq, görək ki, nə vardır, bura gəlmirlər. Umaram ki, bunu o 3 dana ki dedim, onlardan hesab olmasın. Yəni Yunus bəy Şamili cənabları Azərbaycan Demokrat Partisi tərəfindən gəldilər və 6 gün 6-sında birində o 50-ni aldılar, yəni ən ərdəmli və 5-də milli ərdəmli, yəni 100-ü aldılar. Amma ondan bu üzə söz veriblər ki, cavab versinlər, indi 2 aya yaxındır, bəlkə 2 ay geçir, hələ feylən cavab verməyiblər, calibdir. Mən umaram ki, sorulara cavab versinlər. Həm burada bugün deyirəm, həm də şey eləyəcəm. Əgər dostumuz Sayın Mahmud bəy Bilgin təşrif gətirsələr, bir salam yazsalar, mən onları çağıraram və bəhsimizi davam edərik. Lütfən xahiş edirəm, əgər təşrif varsa, təzəşdən bir yazın, zahirən bu hərəkət eləmirmiş. Mən baxıram, deyirəm, nəcür olubdur, burada adamlar gəlirlər, gedirlər, amma mən görmürəm. Burada sabit qalmışmış. Tamam, düzəldi. Əgər Mahmud bəy Bilgin cənabları vardılar, lütfən yazsınlar. Ondan sonra Salih bəy Kamirani cənabları gəldi. Azərbaycan Mərkəz Partisi lideri olaraq 6 günün 5 günündə gəldi. Hər 5-ində də 100 aldı, yəni milli ərdəmli unvanını aldı. Sağ olsunlar, bizim bu programı da oradan yayırlar. Televizyonda gündə 2 seri, axşam saat 12-də və səhər saat Təbriz vaxtı ilə səhər saat 8-də o mahvarə televizyonundan Az News TV-dən yayırlar. Amma bunlar da hələ feylən o sorulara cavab verməyiblər. Mən bilirəm də ki, çox önəmli, özləri də bilirlər bu önəmlidir və bunu önəmliğini bilə-bilə çalışdılar ki, televizyondan da yayılsın, millətimiz bunu ayılsın. Hətta bilirlər ki, nə qədər önəmlidir ki, biz eləyə bilək universitetlər üçün, tələbələr üçün, öğrencilər üçün, mühəqqiqlər üçün, araşdırmalar üçün referens yaradaq. Amma hələ feylən onlar da cavab verməyiblər o sorulara. Sonki o birisi parti işi təşrif gətirdi. Eldar bəy Qaradağlı cənablarıdır. Güney Azərbaycan Milli Qurtuluş Partisi təşrif gətirdilər. 6 günün 6-sında gəldilər. Hər gün 4 saatda şirkət elədilər. Çox da gözəl davam elədilər. Yayırlar da bunu. Amma deyiblər də cavab verəcəm. Zəng eləyiblər, özləri deyiblər ki, bugündən, yəni keçən həftədən başlayacaqdılar cavab verərlər. Mən fikirəm ki, seçkilərə başları qatışdığı üçün cavab verməyiblər. Umaram ki,
bu gündən səhərdən başlayırlar və cavab verməyə. Məcid bəy Cavadi, Azərbaycan Milli Dirəniş Təşkilatı demişdilər gələcəyik, amma mənim bir səhvim üzündən ki, onlara göndərməmişdim otağın müqərrəratın, onun üstündə eləyə bilmədilər. Əlbəttə, eyni halda bir 4 gün qabaq da dedilər ki, gəlməyəcəklər və müşkülləri vardı. Burada onlar da dedilər ki, gəlməyəcəyik. Nömrədə vermədik, çünki biraz tez demişdilər. Və biraz da təqsir məndən idi. Yəni, əslində, baxsız, mən mənfi alan mənəm. Yəni, burada 60 mənfi özüm ala bilirəm. Çünki işimi düz görməmişəm. İşi düz görməsən, məsuliyyət sizin boyunuzadır. Yəni, deyə bilməzsən ki, o birisi niyə xəta eləyib? Xətanı sizin eləmsən, onlarınki xəta hesab olmaz. Onlarınki sonucudur. Bizim xətamızın sonucudur, yəni. Sadıq bəy İsabəyli cənabları Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi tərəfindən təşrif gətirdilər. Bir gün, son gün, yəni 5 gün gəldilər, təşrif gətirdilər və hər 5-ində milli ərdəmli, yəni üst puanı aldılar, imtiyazı aldılar. Çox da gözəl bəhslərimiz oldu, ciddi bəhslərimiz oldu. Umaram ki, onlar da bu İranda keçən seçkilərindən sonra başlasınlar və sorulara cavab verməyə başlasınlar. Bu arada Haşim bəy Bilgini çağırdıq, Güney Azərbaycan Liberal Demokrat Partisi. 2 günün içində mütəəssifanə çox tartışmalı bir vəziyyətlə davam elədik. 3-cü gündə çəkdi. Daha gördüm ki, bunu mən kontrol eləyə bilməyəcəm. Müsahibəni hər iki tərəfdən də xətalar üz verməyə başladı. Buna görə ki, mən də xətaları eləyib üst-üstə xəta etməyim daha çox. Müsahibəni dayandırdım, davam vermədim. Və səs də qoymuşam, istəsələr yazılı olaraq ya səsli olaraq sorulara cavab versələr. Mən minnətlə çəkərəm və bunları yayaram. Eyni halda bir düşüncədir. Biz qəbul eləyək, eləməyək bir dənə parti qruplar və bu parti bir şüar daşır. Umaram ki, özləri düşünələr ki, nə deyirlər, nə demirlər, ideolojisi. Bunu qəşəng oturub danışa bilərlər. Hər halda nömrə də vermədik, çünki əslində sildim mən Mahmud bəy Bilgini. Müsahibəni mən kəsdim əslində. Və bunun birazı mənim məsuliyyətimdədir, birazı da onun məsuliyyətindədir. Hər halda əvvəl gündən doğru getmədi müsahibə və umarım ki, buradan bu üzə cür olsun. Bu gündən qərar idi ki, keçən həftədən, yəni keçən cumadan ki, Təbrizdə və İranda seçki olacaqdı, Güney Azərbaycanda da seçki olacaqdı. O gündən Mahmud bəy Bilgin cənabları ilə Güney Azərbaycan Demokrat Partisi tərəfindən müsahibələrimiz olsun. Təəssüflə bundan belə ki, tamam videoları göndərmişəm, tamam yazıları göndərmişəm, görüblər, danışmışıq, bir-iki dəfə də danışmışıq. Amma Mahmud bəy Bilgin keçən cələsə, yəni cümə günü gəlmədi, zəng elədim, bu zamanlar idi. Zəng elədim və dedim ki, Mahmud bəy, dedilər, mən müsafirəti gedirəm, əl-an, yoldayam. Və 3 gündə müsafirətimi çəkəcək, mən Doşənbə, yəni bu günləri eləyə biləcəklər, gəlsinlər. Mən bu günləri gözləyirəm, yəni bir daha zəng vurmağa inanmırdım ki, ehtiyacı olsun. Əlbəttə, zəng də vura bilərəm, amma bilmirəm ki, indi əl-an buracan ki, gəlməyiblər. Yəni, bilmirəm, mən bunu nə hesaba qoyum, deyim ki, yəni, sadəcə deyə bilirəm ki, umarım unutmuş olubdur. Yoxsa çox məsuliyyətsiz olar insanlar. Yəni, bir insan ki, bir parti lideri xüsusən bir qolqəları ya qəbul etməməlidir, ya da ona cavab verməlidir. Onun məsuliyyətini daşımalıdır. Siz bir millətin idarə etməyinə çalışırsınız. Əgər bu parti, hər parti olur olsun, hangisi bunların hamısı, yəni fərq eləməz. İstiqlal Partisindən ki, dedim, mənim nəzərimə qəzavət eləyəcəm bu günləri. Mənim nəzərimə partilərimizin içində ən məsuliyyət götürən parti buracan Güney Azərbaycan İstiqlal Partisidir. Mənim önərim budur. Hər kəs istəyir partilərə üzv olsun, bunlara üzv olsun. Yəni, Güney Azərbaycan İstiqlal Partisinə. Niyə? Çünki parti olaraq və lider olaraq deyir ki, mənim bir məsuliyyətim var.
Mən bu məsuliyyəti qəbul eləmişəm, bu qolu vermişəm millətə ki, mən gələcəyəm orada İnsaf Əli Hidayətin sözlərinə cavab verəm. Və Hidayət məndən soru soruşacaq, mən Hidayətdən soru soruşmayacağam, nömrə verəcək mənə və mən ona nayrağında olmayacağam. Mənə bir saat veribdi, 6 gün vaxt verib, mən qəbul eləmişəm. Mən o saatda burada olacağam, lazım deyil Hidayət məni çağırsın. Zəifimlə, qüvvətimlə özümü görəcəyəm, millət də məni qəzavət eləyəcəkdir. Amma məsələn adama zəng edirsən, mesaj qoyursan, ağa sən filan gündən növbən başlanır, 2 gün sonra, 3 gün sonra, 1 gün sonra gələcəksən, zəif vurursan, mən bilməmişəm, düşmüşəm yola gedirəm müsafirətə. Sənin müsafirətin hətta hizbi də olsa kənsil eləyəsən, gələsən bura. Bunu Hidayət səndən çağırmır ki, bunu o inandığın ideoloji səndən istəyir. Hidayət tək bir insan deyil burada. Hidayət bir milli figurdur. Bir jurnalist desən bir jurnalistdir. Bir düşüncə desən bir düşüncədir. Bir milli fəal desən bir milli fəaldır. Və bir amac üçün, öz mənfəəti üçün sizdən soru soruşmur. Heç birinizdən mənim milli maraqlarım var. Amma mənim şəxsi marağım yoxdur sizlərdə. Bunun üçün məsələn, mən indi məsələn neyiniyim? Məsələn, Mahmud bəy Bilgin, mən gərək zəh vuram, çağıram, Mahmud bəy, siz niyə gəlmədiniz? Lütfən durun, gəlin, yalvarmayacağım ki, yəni mən də deyərsən, deməzsən, yəni mənim çörəyimi gətir, elə bir şey, məsələn, bəlkə də dostlar deyirlər, mən bunu demişəm ki, tezə gedər, döktürəyə gedər, fikirləş, mən döktürə alsam, bunlar şey olar, bəlkə ona görə gəlmirlər. Amma tamam, o da ola bilər, amma inanmıram ki, deyərlər, tamam, bizim məsələn bir danışqahlarda bir yerdə adımız geçməsin ki, biz belə düşünürük. Bu da bir ola bilər, amma icazə buyurun, bu qəzavətləri eləmədən bir dəfə də zəng eləyək, bizdən düşsün, sonra mənfi nömrələrə keçər olacaq, qərar olsa ki, mən Mahmud bəy bir dostlar, mən Mahmud bəyə zəng vururum. Zahirən götürmürlər. Hər halda zahirən ki, mən hələ gözləyirəm, umaram ki, yatmış da olsalar duralar. Yəni, biz bir millət olaraq simit olmalıyıq, sırtıq olmalıyıq, utanmamalıyıq, xəcalət çəkməməliyik. Dostlar, o WhatsApp öz-özünə bağladı, yəni o əndazədə ki, zəh vurar, o əndazədə zəh vurdu və olmadı. Mən mesaj da buraxım burada ki, Salam aleyküm, Mahmud bəy Bilgin cənabları, İnsaf Əli Hidayətdir zəng eləyən. Bu günləri saat Təbriz vaxtı ilə 9-da qərarımız idi. Siz özünüz qərar vermişdiniz ki, Doşənbə günü müsafirətdən qeydəcəksiniz və mənlə müsahibə eləyə biləcəksiniz. Mən sizi 25 dəqiqədir gözləyirəm, mütəəssifanə gəlməmisiniz. Mənə xəbər verin ki, neyniyək. Sağ olun, var olun. Tamam dostlar. Hər halda Mahmud bəy Bilgin cənablarının bu gündən, yəni keçən cümə axşamından başlayacaqdır. Mütəəssifənə təəhhüd ictimai, qərar ictimai, dostlar. Qərardad ictimai ki var, ona hamı deyir, məsələn gediblər, oxuyiblər, öyrəşiblər. Qərardad ictimai budur. Bir qərardadımız vardır ki, gələcəksiniz, bura cavab verəcəksiniz. Siz də qəbul eləmişsiniz ki, o qərardadı icra edəsiniz.
Siz heç dəlillə ölüm olmasa ondan sonra heç dəlillə bir də məruzçılıq ki, yəni elə olar ki, əlinizdən xaric olur. İradənizdən xaric olursa başqa. İradənizin içində haqqınız yoxdur bunu sındırasınız. Parti liderləri istəyirlər ki, bu günləri necə ola bilər yekşənbə olsun? Kanada oradan dağlı deyilmi? Avropadır da ora, yoxsa deyək ki, Avustraliya deyil. Kanada oradan 8 saat dalıdır. Yəni onlar 8 saat bizdən öncədirlər. Bu günləri əgər səhv eləmirsən Doşənbədir. Gecə keçir Seşənbəyə. İndi Təbrizdə məsələn yox Seşənbə başlayacaq gecə. Bizdə indi nahardan biraz sonradır. Saat 1:30 2-yə qalır 5 dəqiqə, 3 dəqiqə. Və Mahmud bəycil olan da Avropadadırlar bildiyim qədər. İskandinavidədirlər. İskandinavinin də saatı bizdən 6 saat yarım 7 saat qabaqdır. Yəni bizim burada əgər 2 isə orada indi neçədir? Gecə məsələn 8-dir. 8-dir. 7:30-8. Bu hududda olacaqdı orada. Onun üçün o şey olmaz. Yəni orada yekşənbə bizdə Doşənbə o cürsi deyil. Yəni Avropadır. Şey olsaydı bəlkə biraz fərqli olardı. Avustraliya olsaydı qəbul elərdim sözünüzü, amma məncə o cür deyil. Bəlkə də o cürdür, amma Avropa beləsi deyil. Avropa bir qarrədir. O hər halda Əmir Mərdani cənabları gələn həftədən danışacaq. Yəni bu cümədən ki üzümüzə gəlir, Əmir Mərdani cənabları ilə danışacağıq. Ən son keçən cümə danışmışıq, keçən cümə axşamı danışmışıq. Deyiblər ki, İnşallah sağlıq olsa həttəmən gələcəklər. Özlərinə də inşallah xeyir hadisə üz versin. Əgər bir məsələ oldu, parti məsələsi ya ailə məsələsi gələ bilməsələr, arkadaşlarından, yoldaşlarından, partidaşlarından birini göndərəcəklər ki, gəlsin, cavab versin. Və ha belə dostlar, Döktür Məhəmməd Hüseyni Yahyayı cənabları əlaqə tapdılar, dedilər ki, Azərbaycan Demokrat Firqəsi tərəfindən, parti tərəfindən bu soruları cavab verməyə hazırdılar. Və indi 3 partimiz qalır əslində qurtaraq biz bu proqramı. Bu proqramlardan buracan dedim kimlər gəlibdi, kimlər gəlməyibdi. İndi Mahmud bəycil təşrif gətirsələr, onlar olacaqdı. Onlar olmasalar keçəcəyik 2 dənə son partiyə, yəni gələn 2 həftədə 2 həftə yarımımız qalır ki, kollən bu müsahibələr qutarsın. İndi əgər ondan sonra Məcid bəy Cəvadi cənabları, Əjdər bəy Təğizadə cənabları, Mahmud Əli Sehriqani cənabları və Mahmud Bilgin cənabları istərlər cavab verərlər. Təbii ki, vaxt eləyə bilsək, bizim də vaxtımıza bağlıdır. Çünki mən də bir proqram tökmüşəm. O proqramın sonunda bağlanır əslində proqram. Çünki bir ayrı məsələyə getmək istəyirik. Vaxtımız olsa, vaxtımız da olmasa gedəcəyik yaşamağa. Yəni biz də yaşırıq. Necə dostlar işləyirlər, biz də işləyirik. Yəni hamı işləyir, biz də işləyirik. Biz də məcburuq ki, çörək çıxadaq, evimizin kirayəsini verək və billərimizi verək. Hər halda, bugün də belə zahirən ki, Mahmud bəy də cavab vermədi. Dostlar, hər kəs öz... Baxın, biz Pezişkiyanı nəqd eləyə bildik. Əhməd İnəcini nəqd eləyə bildik. Rəisini nəqd eləyə bildik. Ruhanini nəqd eləyə bildik. Xatəmini nəqd eləyə bildik. Xomeynini nəqd eləyə bildik. Xameneyini nəqd eləyə bildik. Özümüzü yoxmu? Yəni biz onlardan çox diktator muyuq? Ya biz onlardan çox, məsələn, müqəddəs yox. Belə bir şey yoxdur. Azərbaycan, Güney Azərbaycan milli hərəkətində, türklərin milli hərəkətində müqəddəs adam yoxdur. Hamımız adamıq, hamımızın bir məsuliyyəti almışıq, əgər boynumuza, çiynimizə almışıq bir məsuliyyəti, onu daşımaq məsuliyyətində yox. Ya da çıxmalıyıq kənara. Əgər birinə, bir dənə uşağa bir qol veririk, bir vədə veririk ki, bu işi görəcəyəm, o işi görməsəm mənim o şəxsiyyətim o partidə gəlir aşağıya.
Bir dənə prezident, bunları siz baxın, məsələn, deyə bilməzsiniz ki, Məcid bəy Cavadi, ya Salih bəy Yıldırım, ya Əjdər bəy Təğizadə, ya Yunus bəy Şamili, ya Salih Kamirani cənabları, Eldir Qaradağlı cənabları, Sadıq İsabəyli cənabları, Haşim Bilgin cənabları, Mahmud Bilgin cənabları, Əmir Mərdani cənabları, Məhəmməd Hüseyn Yahyayı cənabları, bunlar hərəsi özün bir prezident görməlidir. Pezeşkiyanın yerinə bunlar da rəqabət eləyə bilərlər. Yəni bir demokratik bir ölkə olsa, onlar da prezidentlik üçün rəqabət eləyə bilərlər. Çünki iddiaları var. İddiası olan bir insan məcburdur ki, desin, mən verdiyim sözlərin arxasında duracağım. Deyək, məsələn, getdim, Xameneyiyə zürün çatmadı. İnsaf Əli Hidayətin sorularını verməyə ki, zorun çatar. Necə, məsələn, bir sözü verirsən, sonra bunu yaddan çıxadırsan. Niyə yaddan çıxadırsan? Təqvimin yoxdur mu? Yaza bilmirsənmi? Ki, mənə İnsaf Əli Hidayət deyib ki, yazıb göndərmişik kətbi olaraq. Ağa, sizin filan tarixdən başlayır, etirazın var, xəbər ver. Axı, ya ciddi tutmurlar, bəlli sözləri ciddi deyirlər. Çünki mən ciddiyəm. Biz burada proqramı ciddi aparmışıq. Ciddi adamlarla proqram aparmışıq. Biz ciddi adamlarla ciddi proqramlar aparmışıq. Adamlar ciddidirlər. Çünki deyir, mən istəyirəm İran dövlətini yıxam, İran adına bir dövləti rəsmiyyəti tanımıram, istəyirəm onu yıxam, yerinə Azərbaycan Türk Cumhuriyyəti ya Azərbaycan Cumhuriyyətini qoyam. Mən bu qədər ciddiyəm. Təbii ki, mən kiçik işlərində də ki, məsələn, fərz edək, İnsaf Əli Hidayətin sorularına vermək kiçik iş bilirsə, orada da ciddiyəm. Yoxsa mən İranın dövlətini yıxmaqda ciddi olacağım, hərdən bir bəyaniyyə verəcəyəm, amma məsələn, Hidayətin sorusuna cavab verməyəcəm. Hidayətin sorusuna siz cavab vermişsiniz, kimin sorularına cavab verəcəksiniz? Mən də bunu ərz edirəm, bəli, yəni hər parti bir nəfərdən ibarət deyil, yazmışıq da, demişik ki, partiyə mənsub olan insanları müərrif eləyin. Özünüz bir cələsə gələrsiniz, o birisi cələsələrin partinin müavinləri var, qolları var, şaxələri var, komisyonları vardır. Deyərsən ki, məsələn, bir gün Vizarət Umuru Xaricənin məsulü, yəni məsələn, siyasət beynəlmiləl, onun məsulü gəlsin, danışsın. Bir gün, məsələn, ideoloji gəlsin, danışsın. Bir gün xanımlar qolu gəlsin, danışsın. Bir gün hüquqi bəşərçi gəlsin, danışsın. Bir gün, məsələn, teorisyenimiz gəlsin, danışsın. Yəni, lazım deyil, biri gəlsin. Amma bunu yazmışıq, göndərmişik, dostlar. Bu deyil ki, mən bunları yazmamışam. Bunları yazmışıq ki, hər cələsədə hətta 2 nəfər gələ bilər, 3 nəfər gələ bilər bir cələsəyə, bir partidən tərəfə. İndi burada danışıq, mən bu soruya Həsən Qulu cavab versin. Eldar cavab versin, Kazım cavab versin. Yəni, buna şey yoxdur. Partidir. Partidə bir nəfər hər şeyi, dünyada heç vaxt bir nəfər hər şeyi bilməz. Hətta bir nəfər bir təxəssüsü kamil belə bilməz. Onun üçün, təbii ki, biz deyirik, partidən hər kəs eləyə bilsin, gəlsin, cavab versin. Hər halda, dostlar, mənə belə gəlir ki, biz buracan, mən üçün düzünü axtarsanız bu günə qədər Mahmud bəy Bilginə o 3 günə nömrə verməmişdim. Amma nə deyirlər? Biz mənfilərimizi qoyaq burada. Mənfi 10 birinci gün gəlməyibdi. Mənfi 10 ikinci gün gəlməyibdi. Mənfi 10 üçüncü gün gəlməyibdi. Mənfi 10 bu günləri ki gələcəkdi, gəlmədi. Qaldı 2 günləri. Tamam dostlar. Biz bunu qoyduq bura. Bu günün məsələsi beləsi geçsin. Amma dostlar, indi bilmirəm ki, mən buradan bunu qırım. İcazənizlə dostlar, mən bunu qırım üçün istəyirəm bir qeydəm intixabata görə danışam. Keçən intixabata görə danışam və bir də analizlərimi ortaya qoyam. Eyni halda analizlərdən əlavə bir də təşriflərim vardı. Onları ortaya qoyam və görək ki, nə edirik. İcazənizlə mən fikirəm bunun üçün göndərəcəyəm partilərə. Partilər fəqət öz bölümlərini eşitsinlər ki, bu günləri mən çox ciddi açıq qoydum. Biz partilərin hamısından sorulara cavab vermirlər. İntizarımız vardı, sorulara cavab versinlər. Əlbəttə bir düşüncə də gəldi dostlar. Ehtimalən
Salih bəy Kamrani cənabları ilə bir danışım, görüm əgər icazə versələr onların proqramlarında canlı aparın. Bu bəlkə insanlar televizyon tamahına gələlər. Yəni televizyonda görünək, bizi tanısınlar daha. Əlbəttə yenə də görünəcəkdirlər, amma bu fürsəti mən insanlar necə əldən verirlər? Dostlar, ciddi mənə siz bunu köməklik edin. Mən bu şeyi öyrənim. Bir dənə bunlar məsələn 4 nəfər ilə danışmağa gedirlər filan yerdə 4 nəfər ilə danışırlar. Bir dənə televizyon bunların ideolojik düşüncələrin çalışır ki, yüzlər, milyonlar adama yetirsin. Və bu fürsəti qaçırırlar. Yəni bir dənə partiyə siz bundan, yəni fikir edirsiniz ki, bu fürsəti qaçırmaq bizə bir şey olub, adət olub. Biz İranda da fürsət olanda əlimizə düşəndə ki, bir iş görək, bu cür düşünürlər. Eyni bu cürsün. Onu səsindən tamam, buradan bu yüzden biri olar. Dostlar dedilər ki, beləsi bir şəpalaq vuranda, səs verəndə o səsinlə şey düşür. Biraz fikir edirəm ki, bilmirəm, hər halda bu tekniki bir məsələdir. Ki, səsinlə təsvir birinin üstünə düşmür, mütəəssifanə. Dostlar, fürsəti yandırmaq milli hərəkətdə siyasi insanların bir çoxuna adət olubdur. Siyasət dediğin neçə dana tərifi var. Əksərən deyiblər ki, hünər-i zərafət, zərif bir hünərdir. Nazik desə, çox belə incə bir hünərdir. Siyasəti belə tərif ediblər. İnsanların idarə hünəridir. İncəlikdir. Bir incəliyi var. Çox nazik, zərif. O soğanın layələrin arasında şey var ha. Bir nazik pərdə var. O pərdəyə əl dəysə gedir. O pərdə qədərdir ki, bunu birbirindən ayırsın. Bizim dostlarımız mütəəssifanə siyasəti bəzən bir dənə düşüncələri var. O düşüncəni tutur, deyir ki, mən əslən milli mənafi illa budur və ayrısı deyil. Siyasətdə bir zaman görürüz ki, Amerikadan durur, gedir Rusiyaya, gecdən biz bomba atomla bir-birimizi vuraq. Bu şəhamət siyasidir. Şücaət siyasidir. Millətin mənfəətini təşxis verəndə mozevi dəyişdirəcəksən. Siyasət bundan ötürdür. Siyasət bu deyil ki, mən yoğun biri ağacam da məni əymək olmaz. Siyasət bundan ibarətdir ki, mən nə qədər yoğun olsam da millətimin mənafeyi olanda özümə əyəcəyəm millətimin mənafeyini təzmin eləmək üçün. Əgər məsələn mən millətimin mənafeyini %100 düşünürəm, təmin eləmək. Amma əgər bir imkanı var ki, %1 təmin olunsun, o %1-i əldən verməməliyik. Çünki o %1-i əldən ələ gətirsək mümkündür ki, o 99'u da dana ələ gətirək 100 olsun zaman içində, 50 il içində, 100 ilin içində. Amma mümkündür ki, o biri əldən versək, elə 100 il sonra da 100 ildir biz hələ feylən o biri ələ gətirəməmişik. O biri ələ gətirəməmişik. 1%. %1-i belə ələ gətirəməmişik. Biz %1'i geçen 100 ildə ələ gətirəməmişik. Niyə? Çünki fürsətləri yandırmışıq. Biz farsça fürsətsüzi deyirlər. Biz fürsətləri aradan vermək, əldən verməyə adət eləmişik. Mu'tad olmuşuq. Yaşıl hərəkatında tamam İran qalxıb ayağa, hökuməti mərkəzi zəif, yıxılmaq halındadır, filandır, bəhmandır. 2 dənə ittilaat məmuru oradan buradan pul vermiş, bizim də içimdə bəli xainləri almış. Durdular, aha biz çıxarıq, yaşıl hərəkat şey gələr, nədir? Şahoğlu gələr, mücahidlər gələrlər, filanlar çıxmadı. Azərbaycan oturdu burada ki, mən yoluma, ayrı yol bu, sənə kim deyir ki, vəliyyət gəlsin, sən dur hökuməti istiqlalı eləmələ. İran yıxılır, çıx ki, bir badalaqda, sən vur, yıx yerə, dövləti vur. O birisi hərəkətdə, bu birisi hərəkətdə, o birisi. Tamamən bu cürsün gedirik. Yəni bizi elə bir ki, bizim iradəmiz yoxdur, biz dövlət qura bilmərik, deyirik, oturaq evdə, məsələn, biz dururuq eğa Pəhləvi gələr. 57 inqilabı deyil dostlar, Xümeyni gəlsin. 57 inqilabında 2 dənə Azərbaycanlı yox idi, Türkçü yox idi, 2 dənə. Dura deyək ki, mən Türk hizbi düzəldirəm. İndi bizim eşikdə bununla
Bununla belə ki, mən bunları görürsünüz, bəzən danlıram. Yəni, hər halda burada 12 dənə hizb var. Heç birisində İran adı yoxdur və heç birisi İran adını qəbul eləmir. Hətta federalistlər belə. Federalistlər deyirlər, biz federalizmi bu haqda, bu şərtlə qəbul edirik ki, İran, Azərbaycan haqlarını yetişsin. Biz İranı qorumaq üçün federalizmi qəbul eləmirik, deyirlər. İndi bizim belə bir vəziyyətimiz vardır. Necə ki, məsələn, fürsətləri yandırırıq. Dostlar, elə davam eləyək, neyinək, kəsməyək, elə bərabər olsun. Çünki onlar da, partilər qulaq assalar, onların da dərdinə dəyər, qulaq assalar. Dostlar, bu seçkilərdə bir zəfər qazanan tərəf var idi, bir uduzan tərəf. Hakimiyyət udmadı. Mən bunu görürəm, bəzən milli hərəkətin bəzi qollarında deyirlər ki, hakimiyyət qazandı. Hakimiyyət qazanmadı. Bir uduzan var, bir udan. Farslar, paniranistlər, pəhləvicilər, cumhuriyçilər hamısı uduzdular. Əxlaqən də olaraq uduzdular, şərən də olaraq uduzdular, ürfən də olaraq uduzdular, qanuni də olaraq uduzdular. Əksəriyyət də olaraq uduzdular, əqəlliyyət də olaraq uduzdular. Yəni nə? Yəni ki, xaricədə görsətdilər ki, demokrasiya etiqadları yoxdur. İçəridə ki, bilirdik demokrasiya etiqadları yoxdur. Azadlıq onlara mənası yoxdur içəridə. Hizbin mənası yoxdur. Bunu bilirdik. İçəridə İranda molla rejimi dediyimiz panfarsların molla rejimi. Bunlar azadlığı qəbul eləməzlər, bunlar demokrasiyayı qəbul eləməzlər, bunlar insan haqlarını qəbul eləməzlər, bunlar millətləri millət olaraq qəbul eləməzlər, millətlərin hüquqlarını qəbul eləməzlər. Onlar o tərəfdə mərduddular. Millət onlara rəy vermədi. Birinci mərhələdə 90%-dan çox insan rəy vermədi. Birinci mərhələdə. Özlərinin dediyinə görə. İkinci mərhələdə isə milləli haşiyə rəy verdi. Pezeşkiyan islah tələblərin onun bunun rəyi deyil. Haşiyə millətləri, yəni türklərin ən başda, sonra ərəblərin, bəlusların, türkəmənlərin, qəşqaylərin, lorların, cilləklərin, kürdlərin, bunların rəyləridir. Bunları biz görmədim tutmayacaq. Düzdür, Kürdlə bizim ixtilafımız var, amma Farsla ixtilafımızla əgər %100'dür, Kürdlə %1'dir. Biz %1'i qoyub, %100'ü qoyub, %1 ilə savaşırıq bəzən. Bizim siyasilərimiz belə düşünürlər. Farsla və İranla %100 müşkülümüz var. Kürdlərlə %1 müşkülümüz var. O %1'i, %100'ü ötürürük, gəlirik, Kürdü qoyuruq onun qabağına ki, biz hərəkət eləyə bilməyək. Bunlar heç birisi, dostlar, bunların heç birisi ciddi Azərbaycancı və millətçi deyirlər. Siyasəti də anlamırlar. Qudrəti də anlamırlar, fürsəti də anlamırlar və bunu da düşünmürlər ki, dünya güclərində, dostlar, Amerika istir Əraqa, Əfqanistana həmlə eləsin ki, Klaşinkovla savaşırdı, Əfqanistan, istir də ora həmlə eləsin, dünyanın məmləkətlərin yığdı yanına apardı. Bundan belə ki, bilirik, dünyanın ən böyük ordusu Amerikanındır, ən böyük pulu onuncudur, ən güclü dövlətdir, tamam silahları dünyanın hər yerindən çoxdur, amma deyir, mən təhsil savaşa getmirəm, niyə təhsil savaşa gedim ki? İndi biz istiyoruz İran'ın rejimi ilə savaşaq. Fövren bizim qabağımıza bir tane Kürt gəldirlər. Orada Kürt var, gələr Urmiyəni alır. Bizim məsələn elə bir şey, biz badımcan şitiliyoruz. Biz durub savaşa bilmərik. Fəqət Kürt savaşa bilər. Nədən isə Kürtləri belə güclü göstərirlər bizə və bizi Kürtlərdən İrandan qorxutmurlar, Kürtlərdən qorxudurlar. Çünki deyirlər İran kollen işğal eləyibdir. Biz o işğaldan qurtarmayacağıq ki. Kürt bizi siz o zaman ki torpaqlarınıza hakimiyyətiniz yoxdur, torpağınız yoxdur. Mən bunu hey örtülü, üstü örtülü yazıram. Dostlar, o zaman sizin hakimiyyətiniz yoxdur. Savaşa bilmirsiniz, torpağınız da yoxdur. Siz durup Kürdün qabağında silah götürüb savaşa bilər misiniz? Yox. İranın qabağında durup savaşa bilirsiniz? Yox. Torpağınız var mı? Yox. Çünki sahabı odur. Sahabı odur. İstədiği adama verər. İstədiği adamını nümayəndə edər. Urmiyə olması hər yerin nümayəndəsini istəsə çıxadar, Türk belə çıxadar, heç iş görə bilməz. Türk belə çıxadar, Türk heç iş görə bilməz. Çünki Türk onun adamıdır.
Demokrasi yoxdur ki orada. Amma uduzanların ən böyüyü İran farsları oldular. Udanlar bizuq. Türklər, ərəblər, bəluçlar, türkmənlər, qəşqaylar, lollar, ciləşlər, türklər, bizlər udduq. Çünki bu intixabat ikinci mərhələ. Cumadan cümləyə çəkdi. İkinci mərhələ bir cümə fərq arası var. Bir cümənin arası, iki cümənin arası fərqi var idi. 6 gün. 6 gündə qanun təsvib olmadı, islahat olmadı, heç radio, televizyon bizə vermədilər, bizim dünya dalımızda durmadı, millətlərin farsların dalısında radio, televizyonları durmuşdu. Baxın, tamam, burada nəcür oldu, məsələn, türklər, ərəblər, bəluçlar getdilər, səs verənlər, təhrim eləyənlər yox, getdilər, Pezeşkiyana səs verdilər. Bu millətlərin udmağı idi. Pezeşkiyan bizim orada səsimizi aparacaq, aparmayacaq, onun bəhsi ayrı bir şeydir. Pezeşkiyan əcəba Xameneyin əlini öpəcəkdir, ondan gedəcəkdir, ondan getməyəcək, qəhtən o cür olmayacaqdır. Çünki Əhmədinəcad ki, halı nur görmüşlər, filan bəhman görmüşlər, İmam Zamanın sərbazı idi, İmam Zamanın zuhurun hazırlayacağı, getdi Xameneyinə müşkülə düşdü. Pezeşkiyan ki, əvvəldən deyib, mən türkəm, türk balasıyam, nədir, o türk nəmənəsini düzəltmişdi məclisdə, fraksiyonun, o qətlən müşkilə düşəcəkdir. Qətlən müşkilə düşəcəkdir. Onun arxasında da bir güc yoxdur ki, deyənə, o elə məcburdur qeydəcənə türk millətinə dayanır. Onun dayanacağı türk millətidir. Ya dayanacaq, ya öləcəkdir. Və dünənləri xəbərləri ki, gördük, yazmışlar ki, edam sənin hökm edamın hazırlanır. Rəqibi də Cəlili də dedi ki, əgər şey eləməsən, mənim sözümə baxmasan, biz özümüz giririk meydana. Yəni sən necə giririk? Bir dana məmləkətdə iki dövlət olmaz ki. Yəni ki, səni sildik. O üstü örtülü dedilər ki, Pezeşkiyanı sildik. Pezeşkiyanı öldürmək planı var. Bu planı biz türklər, istiqlalçılar qabağını aldıq. Qərar idi Pezeşkiyanı öldürələr. İntixabatda, seçkilərdə qərar idi öldürələr. Üstün biz açdıq. Dedik ki, bu planı aparırlar, Pezeşkiyanı öldürəcəklər. O plan yatdı. Çünki dedilər, Pezeşkiyan da bildi, dünya da bildi ki, istəyirlər Pezeşkiyanı öldürələr. O planın qabağını biz aldıq. Onu öldürə bilmədi. İndi öldürəmədilər. Amma sabahları təyyarasını sala bilərlər, sabahları kolli vizarətxanasını partlarda bilərlər. Və biz hazır olmalıyıq. Bizim senaryomuz olmalı. Hər halda uduzanlar kimlər oldu? Dostlar, panfarslar, paniranistlər. Neynədilər? Əvvələn bir-birlərinə namus sözüdür, nədən dedilər, heç təpi ilə vurdular, yumruqla vurdular bir-birlərini, polisin gözünün qabağında, dürbünlərin gözünün qabağında. Dünyada yayıldı ki, bunlar Avropada yaşamaqlarına baxmayın. Bunlar bəsicilərdirlər ki, foqullar var. Bunlar bəsicilərdirlər ki, Avropada yaşırlar. Bunlar bəsicilər, pəhləvicidirlər. Bunlar bəsicilərdirlər ki, ingilislidirlər. Bunlar həmin şah zamanının latları, həmin şah zamanının lütləridirlər. Fərq eləməz. Xanım olsun, ya ağa olsun, qadın olsun, ya erkək olsun. Heç fərq eləməz. Latlardan ibarətdirlər. Bunların döşgürləri də latdır, farsıları da latdır, siyasətləri də latdır. Savadlıları da, savadsızları latdır. Birincisi burada uduzdular. Dünyanın gözünün qabağında uduzdular. Siyasi olaraq uduzdular. İkinci uduzmaqları nə idi? Tamam olar ki, keçən 40 ildə özlərini demokrat göstərmişlər, özlərinin tərəfdarı demokrasi göstərmişlər, özlərinin tərəfdarı hüquq bəşər göstərmişlər, tərəfdarı insaniyyət göstərmişlər, özlərini bir yaxçı fiqur olaraq göstərmişlər. Hamısı gəldilər, içərindəki faşizmi qusdular. Hamısı. Hamısı gəldilər, ay türklər gəlir, ay moğullar gəlir, ay... Yəni, sən dünənəcən bə deyirdin, mən Azərilər, bunlar Azəridirlər. İndi nəcür oldu, türk oldular. Bəllidir ki, Azəri onların zehnində, yəni o adam ki, Farsa təslimdir, Fars hakimiyyətinə təslimdir, Farsların nökəridir. Türk o adam ki, şuriş, üsyan edir, istiqlal istir. Türkün mənasını zehnlərindən tökdülər eşiyə. Orada da uduzdular, dostlar. Farslar, burada da dünya gözü qabağında, mənim özüm bir düşüncəm var, istəyirəm bunları toplamışam bir yerə. Bunlardan bir video düzəldəcəm. Əgər ömür icazə versə, bir dana yarım saatlıq bir film düzəldəm. Dostlar, əgər başarsalar, gəlsinlər, onlar düzəlsinlər. Bu çox gözəl bir şeydir. Çox gözəl bir müstənəd film idi. Bunların tamam bu televizyonlarda danışıblar, nə bilim,
Məndə az var, hər kəsdə var, göndərsin. Hər kəs bunlardan varsa, tamam bu televizyonlarda, xarici televizyonlarda, içəri televizyonlarda danışanlarım vardı, bunları göndərsinlər. Bunlardan biz bir dənə müstənəd filmi düzəldik. Çox gözəl filmi çıxar, çox gözəl, tarixi bir şey çıxar. Faşizmin üstadçılar. Faşizmi biz gördük. Üryan, açıq, lüt, şəffaf. İranda demokrasi deyə 200 il bundan sonra da gəlməz. Farslar demokratik millət ola bilməzlər. Farslar qanuna boyun əyə bilməzlər. Biz Türklər gəl bura məşrutə gəlibdir, inqilab olmayıb məşrutədə. Məşrutədə şah üstdən gətiribdir, deyib ki, mən fərman verirəm, məclis təşkil tapsın. 3-cü məclis təşkil tapıbdır. Ondan qabaqda 3 dənə məclis düzəlmişdi, dostlar. Mən dəfələrcə demişəm, mütəəssifانə bizim zehnimiz brainwash olmuşuq. Dünyada hər nə ki Avropalıdır, o önəmlidir, mərkəzlidir, falan, bizim önəmlidir, ora doğrudur, biz yalanıq. Türk tarixində Türklər daimən Yunandan daha öncə, Rumdan daha öncə bizim cumhurimiz var idi. Əgər qərarlı ona cumhuri deyək ki, 10 dana bir şəhrin əyanı, ərbabları, bir şəhrin içində ərbablar, yer sahibləri, nökər sahibləri, əgər gəlirlər, onların haqq rəyi verməklər var. Amma onlar ki, əkinçidirlər, işçidirlər, nə bilim, palanduzdular, at duzdular, at saxlayan, bunların haqları yoxdur. Əgər onlara desəz cumhuri, bizim cumhurimiz neçə min il bundan qabaqdan Türklər ellərin başlarını yığışardılar, xalqanı seçərdilər, cumhuri budur. Əgər qərarlıdır ki, deyək, siyasi liderlərin seçimi cumhuridir, bizimki onlardan qabaq cumhuridir. Qacar dövründə 3 dənə məclis qurulubdur. Nədən onlara məclis demirik? Amma məsələn filan yerdə 2000 il bundan 500 il bundan 10 nəfər yığışıbdır, bir dənə senator seçiblər. Onlara deyirik. Onların sinaları var idi. Bizim də qurultayımız vardı. Qurultay bizimkinin adı qurultaydı. Onların adı sinadır. Niyə bu qədər beynimiz yıxanıbdır ki, özümüzü təhqir görürük, həqir görürük? Özümüzün tariximizi niyə özümüz eləyə bilmirik, baş tapaq nədir? Hər halda faşistlər, İrançılar tarixdə belə bir şey girməyiblər. Cumhuriyyəti qəbul eləməzlər, rəyi qəbul eləməzlər, azadlığı qəbul eləməzlər, eləməzlər. Mənfəətləri orada deyil. Çünki istimar və işğal və istimar. İşğal və istimar dostlar. Şeylə aradan gedər. Seçki ilə. Əgər seçki doğru olsa istimar və işğal və sümürcü aradan gedər. O doğru olmamalıdır. Mühəndislik eləməlidirlər ki, Rıza Palani dediyimiz adam gələndən seçkilərin hamısı mühəndislik eləyiblər. Hamısını bu günə qədər. İki qrupdan istifadə ediblər. İki dənə. Bir seçkiləri mühəndislik eləyiblər, bir də etirazları mühəndislik eləyiblər. Etirazlarda lümpənlərdən, yəni latlardan. Cumhur İslamı da bilirsiniz ki, da indi ələni olubdur da. Dedilər ki, məclisin bu intixabatında dedilər ki, 10 min nəfər Tehranda fəqət danışçıları o saxtamanlardan atmaq üçün danışçılara həml eləmişlər, danışıqda öldürürdülər. Orada belə 10 min nəfərə pul veriblər, gətiriblər latları, zindanlardan azad ediblər. Oradan buradan gəlin qəmələri götürün, gelin bunları öldür. İranın tarixi doludur lümpənlərlə. Bir nəfər də eşitdiyim ki, bir kitab yazıb bu haqda. Lümpənlərdən siyasi istifadə eləmək. Mollaları da bu işi görüblər. Ummaları da bu işi görüblər. Foqullu, kravatlıları da bu işi görüblər. Kravatsızları da bu işi görüblər. Fərq eləməz. Çünki siz işğalı saxlamaq üçün millətləri tovlamalısınız ya öldürməlisiniz. İki yolunuz var. Yoxsa o millət sizin əleyhinizə üsyan edər. İnqilab edər. Pəs birinci millətlər bərəndə oldular. Çünki burada Pezeşkiyanı, heç kəs Pezeşkiyanı demə, islahatçı dediyinə görə rəy vermədi. Mühafizəkar dedi. Əslən o şuarı verməyib, mən islahatçıyam, mühafizəkaram. Deyibdi ki, Azərbaycanın biz buna görə rəy veriblər bizim millətimiz ki, bu adam fraksiyon, Türk fraksiyonu düzəldibdi. Bir il davam gətiribdi bu fraksiyon. Bir il həccəqəl hakimiyyətin qabağında deyib ki, mən hələ olacağam. Oradan bir güc. Ondan sonra deyib ki, Azərbaycanda biz istəyək Azərbaycanı abad eləyək. Gərək büdcə bura toplayaq. Büdcəni də abad üçün gərək adamlarımıza bıraq hakimiyyətin içinə. Ki, eləyə bilək büdcalaq.
ayağımızdan yapışıb aşağıya çəkməyək. İtəliyək çıxdıq üstə. Bizim də adamlarımız bu sözə görə bunu itələdilər üstə. Ki, çıxsın üstə. Hətta bizim adamlarımız, bizim Azərbaycan milli şəxsiyyətlərimiz ərəblərə məktub yazdılar. Dedilər ki, gəlin bizə rəy verin. Pezeşkiyana rəy verin. Dedim, bizim radyomuz, televizyonumuz yox idi elə. Həman Günaz TV-də həman müddətdə çalışırdı, təhrimçiydi və Az News ki, yenə o da elə həman müddətdə çalışırdı. Fərqi izafi çalışmadı. Ayrı bir taza bir çehrə də, şəxsiyyət də ortaya girmədi. Şimdi, taza bir şəxsiyyət girdi. Millət bunu çox birdən-birə nəcür oldu, qəbul elədilər, getdi. Bu məsələn belə bir şey yox. Heç zat dəyişmədi. Sadəcə içəridə o insanlar ki, ayrılmışdılar, milli mənafeyi düşünürdülər. Dedilər, ağa, biz 100%-ə qanıyıq. Əgər 100%-i ələ gətirə bilirik, o 100%-i əldən verməyək. Və bir ümid. Pezeşkiyan bizim son umudumuz. Ya bizə işlər, ya da kollən biz dahi bu rejimdən qəti ümid elərik. Bu içərinin düşüncəsidir. Burada bir fürsət axtarırlar. Biz təhrimçi yox, tamam. Amma içəridəki fürsət axtaranları biz deyə bilmərik ki, siz yanlış gedirsiniz. Deməməliyik da. Bir dana misal vururum dostlar. Deyək ki, Pezeşkiyan Xameneyini razı saldı. Dedi ki, gəlin həftədə mədrəsələrdə uşaqlara ibtidaidən danışqahına axırıncən həftədə 2 saat, 4 saat türk dilində dərs oxusunlar. Azərbaycanlılar və türklər. Hər yerdə vardılar. Kürdlər də oxusunlar, Bəluslar da oxusunlar, Ərəblər də oxusunlar, o birisi millətlər də öz dillərində dərs oxusunlar. Nə olar? Məni ki 59 yaşım vardı, hələ latin əlifba ilə türkünü yazıb oxuya bilmirəm, yaxşı cümlə qura bilmirəm, doğru türkü yaza bilmirəm, türkü yazsam hamısı farsi, ərəbidir. Mədrəsədə bunu öyrəşərəm. 4 il çəksə fəqət bu adamın dövrəsi, 4 ildən sonra uşaqlar 4 il, deyək ki, məsələn, hər il 80 saat dərs oxuyublar. 320 saat bunlar 4 ildə türk dilində oxuyublar. Məcburlar türk kitab oxuyublar. Müəllimlər indi 1 milyon müəllim İranda dünənəcən korona dövründə gördük. İstirdi uşaqlar bir cümlə yazsın, salam aleyküm, necəsiz yazanda, xanım müəllim ya müəllim, necəsiz? Oradan başlayırdı, moizə edirdi, bir saat ki, sən pantürksən, sən filansan, sən bəhmansan, bu dildir, geri qalmış dildir, nə bilim, bu filandır, bu bəhmandır, fars ölkəsinin farsı karbor dedi, işlənir, pul qazanırsınız, dünya fars dilinin əlindədir, filandır, bəhmandır. Uşaqları danlırdılar. Uşaqların beynini yuyurdular ki, siz farslaşın. İndi əgər mədrəsələrdə həftədə 4 saat ya 2 saat dərs oxusa bu uşaqlar, o müəllimlərin hansısı bu işi görə bilər? Rəsmi dövlət bunu qoyubdur dərs oxumağa. Müəllimlərin hamısı məcburdur. Dövlətdən pul alırlar. Məcburlar dövlətin siyasətindən geçsinlər. Türk dili də var, vaxtçıdır, oxuyun, öyrəşin. Mədrəsədə hamısı bunu danışacaqdır. Bundan biz heç kəs bunu həmlə eləməyəcəkdir. Hamısı bunu belədir, elədir deyəcəklər. Uşaqlar bu dərslərlə gedəcəklər, ailələrdə bəhs edirlər. Niyə biz indiyəcən oxumamışıq? Niyə? Məsələn, bu nə cəlibdir? Məsələn, farsi ilə belə fərqi var, elə fərqi var. Müəllimlər gedəcəklər, tarixdən danışacaqlar. Təbii ki, tarixdən danışacaqlar. Təbii ki, coğrafiyadan danışacaqlar. Təbii ki, siyasətdən danışacaqlar. Türkçü müəllimlər bunları fars dilində danışınca türk dilində danışacaqlar. Sizin uşaqlarınız 4 ildən sonra nə olacaq? Salam aleyküm, aleyküm salam. 4 ildən sonra nə olacaqlar dostlar? 4 ildən sonra mən bunu Xatəmi dövlətinə təklif elədim. Xatəmi dövlətinə Abbasi Əbdi ilə bir mesaj göndərməyə çalışdım. Ki, deyin, siz islah tələbliq eləməyin. Siz gəlin, 4 il ya 8 il ki dövlətdə olacaqsınız. Fəqət bu mədrəsədə olan uşaqları, danışqahda olan uşaqları islahat nədir? Düşüncəsin, fəlsəfəsin uşaqların zehninə oturtdurun. Brainwash eləyin bunları, yuyun beyinləri. Bu uşaqlar 4 ildən sonra danışqahdan çıxanlar gedəcəklər, istihdam olalar. 8 ildən sonra mədrəsədən gələnlər çıxacaqlar danışqahdan. Dəbiristandan gələnlər 8 ildən sonra çıxacaqlar danışqahdan, gedəcəklər, istihdam olalar. 10 ildən sonra, 12 ildən sonra, 16 ildən sonra bu dövlətin hamısının başı, beyni islahçı olacaq. Bu dövlət istərsən, istəməzsən siyasətdə bunlar bilirsiniz, siyasətdə belədir. Siyasətdə rəis, cümhur, dövlət ki, bunlar düşünməzlər ki. O qəd məmləkətdə məsələ var ki, onlar o düşünməzlər.
Bilməzlər nə edəcəklər. Hətta ərtəşdə də düşünməzlər. Ərtəşdə məsələn mən ərtəşdə yox, mən polisdə xidmət eləmişəm. Polisdə olmuşam Tehranda, Kərəsdə. Bir yol. Nədir o? Mən bunun necə olur ki, adı da ingilisdir, amma bu şey ki, tədarükat qismətində ərtəşdə bir adı var. Orada olurdum hər halda. Məsələn, bir güzariş yazırdım, əfsər fərmandehə məsələn. Fərmandeh deyir ki, bunu aparıcıdan pişnahadları yaz. Sənin təklifin nədir? Biz nə etməliyik? Məsələn, götürürdün 6 dana təklif yazırsan, onun bu 6 danadan hangisini sevsə, onu götürür, deyir ki, bunu icra edin. Fərman verir ki, məsələn, bu özü yazır, öz adına. Məsələn, bu işi görür. Fərman verir. Mən bunun üçün deyirəm, orada biraz xidmət eləmişəm, özümdə əfsər idim o məqtədə. Vəzifədə, vəzifə idik. Yəni, pulsuz, zorla aparmışdılar. Ərz edeyim xidmət sizə ki, görmüşəm, yaşamışam ki, onlar düşünə bilmirlər. Gündə 1000 dana şey imzalır, 200 dana şey imzalır. Əsən bunu oxumağa vaxt yoxdur. Hə, nə mənə yazmışsan, mən neyiniyim? Orada o aşağıdakı karşınas bədənə ki, danışçılar çıxılacaqlar, gedib istihdam olacaq karşınas, o gedəcək, işin görəcək, aşağıda yazaq 1, 2, 3, 4, 5, hamısı islah tələb zehninlə olduğu üçün istər-istəməz siyasətlər islah tələb olacaq. İndi, əgər Güney Azərbaycanında, Türklərdə, İranda 4 il, 8 il Türkçə dərs oxuyarlar, azdan çoxdan. Kulli sistem şey olar. Kulli amuzüş pərvəriş və danışqah sistemi, o müqavimət və faşistli rəftar ki var idi, davranırdılar Türk dilinin qabağında, Türklüğün qabağında, Azərbaycanlığın qabağında, bizə Azəri tərif edirlər, dilimizi Farsdan gəlmə tərif edirlər. İndi məcburdular ki, bunu gəlsinlər, inəsinlər, qəbul eləsinlər, bundan difa eləsinlər. Dövlətin siyasəti hüquq alacaq ki, bunu dərs verə, bundan difa eləməyə məcburdur. Ondan sonra məsələn, İndi hangi dərsi deyirsiniz deyin, riyazi deyin, fizik deyin, şimi deyin, hər nə mənə deyəndə gələcək məcbur olacaq türk deyə. Yəni müəllim gələcək deyəcək ki, şagird deyəcəkdir. Bunu mənə türkçə de. Deyə bilməz mən türkçə demirəm. Çünki deyəcək mənim türkçə dərsim vardı da. Türkçə dərs oxuram. Mənə riyazini türkçə de, mənə şimini türkçə de, mənə fiziki türkçə de, mənə coğrafiyanı türkçə de, mənə tarixi türkçə de, mənə filanı türkçə de. Mən də cavabını türkçə yazıram. Bunlar uşaqların içindən çıxacaq, uşaqlar rəqabət edəcəklər. Bu alternativ fikirdir. Çünki necə məsələn indi hicab zordur, hamı alternativ fikirdir ki, açıq olsun, hamı gedir o tərəfə. O zaman da ki dil bu cürdür, alternativ Farsın alternativi türk olacaqdır. Və bu türk dili alternativ olanda biz uşaqlarımız bu dildə yazacaqlar, bu dildə düşünəcəklər, bu dildə inşa yazacaqdır, imla yazacaqdır, filan yazacaqdır, bəhman yazacaqdır. 4 ildən sonra, 8 ildən sonra biz görəcəyik ki, bir neçə milyon bizim türk dilində dərs oxuyanımız var. Türk dili ilə, türk dünyası ilə danışa bilir. Türk dünyası ilə alver eləyə bilir. Türk dünyası ilə gəlcək eləyə bilir. Demir ki, İstanbul dili. Demir ki, Azərbaycan, Quzey Azərbaycan dili. Demir ki, Türkiyə, deyir ki, bu türk dünyasının dilidir. Bir müştərək ortaq dil var. Mən bu dili niyə öyrənməyim? Mənim bir zaman yadıma gəlir, danışçıydım, bir dənə dostum var idi, İslam şəhrili. İndi adı yadımdan çıxıbdı mütəəssifənə, 30 neçə il bundan qabaq ondan dərs oxurduq. Bir gün bir dənə türkiyəli müğənninin, xanəndənin oxumağını gətirdi. Hidayət, mən bunu çox sevirəm, bunu mənə tərcümə elə. Mən qulaq asdım, ömrümdən İstanbul, yəni Türkiyə türkcəsində bir şey eşitməmişəm. Mənə əcib gəldi. Dedim ki, onların ki, bizimlə fərqlidir. Çünki axı eşitməmişəm, qulağım adət eləməyib, bilmirəm ki. Bilmirəm ki, ola mən Farsı öyrəşmişəm, mən türk öyrəşməmişəm ki. Mən Farsı dili ilə qulaq asıram Türkiyənin türküsünə, deyirəm ki, o bir ayrı dildir. Təbii ki, ayrı dildir. Çünki mən Farsı düşünürəm. Farsı qulağım hər şeyi kəlmələrin içində %50'si, %60'ı, %70'i ya ərəbidir, ya türkçədir. Üzr ya ərəbidir, ya farscadır. Mən burada türkçə işlətmirəm ki. Bu türkçə deyil, türkçə odur. Mən onu ayrı dil bilirəm. Təbii ki, ayrı dil olur orada. Amma besavadsızlığımdan deyirdim, bu ayrı dildir. Biz onların dilini bilmirik. Amma o halda ki, biz türkü bilmirdik. Elə ki, gəldim, 1-2 ay Türkiyədə qaldım, qulağım adət elədi, gördüm, olan bunlar, elə biz bunları, mənim məsələn, Allah rəhmət eləsin, dədəmin bir ögey nənəsi var idi, Gülnüsə rəhmətlik, Allah rəhmət eləsin, çox bir şərif xanım idi, gördüm, bu türkünü o danışardı. Mən hala indi də birdən görəsi bir dənə söz yadıma düşər, onu orada, bunu Gülnüsə nənə nə cür deyirdi. Öz nənəmdən yox ha.
Çünki Gülnisə nənənin həm savadı yox idi, həm də kətdə qalmışdı tamamı ömrün. Radyo, televizyona da qulaq asmazdı. Onun türkçəsi çox gözəl idi. Amma mənim nənəm öz nənəm savadı yoxdur, tamam. Əlbəttə gedib oxuyub, Nəhzətdə oxuyub biraz. Amma savadı yox hesab olur. Amma radyo, televizyona qulaq asır. Deyirəm nənə bu sözün türkçəsi nə nədir? Görürəm ki, radyo, televizyondakın deyir. Deyirəm nənə axı farsdır. Deyir ki, mən bunu bilirəm, yadımdan deyil ki. Onun üçün bunu dedim dostlar, biz o 1% budur. Əgər 1% bu ehtimal ola ki, biz gələn 4 ildə içəridə 1 milyon bizim türkünü yazıb oxuyan, türk dünyası ilə ilgili olan, türk tarixin mədrəsədə oxumuş olan, türk dilin, türk ədəbiyyatın, türk düşüncəsini mədrəsədə alan, müəllimlər türkləşmiş, türk dilinə müqabil bu faşisti düşüncələr aradan getmiş. Bu sizcə bizi nə qədər istiqlala götürər? Biz bir var ki, gələk istəyək ki, bir belə öğrencini istiqlala hazırlayaq. Bizim bu gücümüz yox. Vaqiyyət budur. Yəni biz özümüzü çox da yekə görməməliyik. Bir də var ki, bunu dövlətin xərci ilə bizim pulumuzdandır. Amma onu biz almasaq da verəcək ayrı yerdə xərcləyəcəkdir. Fars dilinə xərcləyəcəkdir. Onu bizim dilimizə xərcləsin. Bizim uşaqlarımızı tərbiyyət olsun öz dilimizdə, öz fərhəngimizə, öz tariximizə, öz coğrafiyamıza. O bilsin ki, bizim torpaqlarımız haradır. Mümkündür kitabda gələr, deyək ki, Azərbaycan ibarətdir 2 dənə ustandan, 3 dənə ustandan. Ərdəbil Azərbaycan deyil, Zəncan Azərbaycan deyil, Qəzvin Azərbaycan deyil, nə bilim, Həmədan Azərbaycan deyil, Kərəc Azərbaycan deyil, Tehran Azərbaycan deyil, Ərak Azərbaycan deyil. Mümkündür bunları deyək. Amma bizim müəllim uşağa deyəcəkdir ki, məsələn, filan kəs də belə deyir, Qacar dövründə belə idi. Uşaqlar əslində müəllimlər seçəcəklər challenge. Ağa bəs Günaz TV-də ya filan kəs belə yazır, Haşim belə yazdı, Qasım belə yazdı. Onlar yazırlar ki, Azərbaycan, məsələn, Ərak Azərbaycandır, Tehran Azərbaycandır. A müəllim, siz nə cür məsələn Tehranı şey edirsiniz? Türk bilmirsiniz. Oranın neçə dərsə cəmiyyəti türkdür? Oranın kim tikibdi? Oranın torpağının adını kim qoyubdu? Niyə Tehranın adı dəstəli T ilə yazılırdı? Ha, bunları müəllimlə ortaya qoyanda bir dənə nəsli gələcək dostlar. Biz baxın bu tamaha Pezeşkiyana rəy verdilər dostlarımız. Məncə də doğru gördülər. Məncə doğru gördülər. Və mən ikinci dövrdə himayət elədim arxadan. Ki, rəy versinlər. Çünki o tamah bəlkə biz o işi görə bilməyək. Bəlkə İnşallah insanlarımız içəridə Pezeşkiyanın dövrəsini tutdular. Bu qədər ağıl elədik. Baxın, biz də siyasi olmalıyıq. Siyasətdə dəncə qurmalıyıq. Siyasətdə dinosorlara yer yoxdur dostlar. Siyasətdə dinosorlara yer yoxdur. Siyasətdə cavan ağaçlara yer var ki, əyilələr. Hə, mən indi burada bu işi görməliyəm. Bu xeyri üçün. Mən hətta dostlara danışanda, istiqlalçı dostlara ki, təhrimçilər dedim ki, dostlar, gəlin bunu fərz eləyək ki, Pezeşkiyan fəqət fraksiyonu yola salsın. Heç iş görməsin, fəqət fraksiyonu. Bu az deyil. Mənim nəzərimdə böyük bir işdir. Mənim şəxsi nəzərim bu deyil. Əgər fraksiyonu İran dövlətinə təhmil eləyə bilsək, tamam, biz istiyoruz İran dövlətini yıxaq, istiqlal quraq. Bu doğru, tamam. Gücümüz var, yıxabilirik. Dünya arxamızda, silahımız var, gücümüz var, pulumuz var. İnsanlarımız buna hazırdirlər, hazır deyirlər. Amma o mədrəsədə bu uşaqlar hazır olarlar. İndi məsələn bizim o qədər ağıllı insanlarımız olan, mən umaram ki, dostlar bunu getirin lütfən. Gedin Pezeşkiyanın sitatlarına, filanlarına, bəhmanlarına, yanına, namə yazın, filan kəsi ustandar elə, filan kəsi bəxşdar elə, filan kəsi müdirikul elə, rəis-i amuzş pərvəş, filan ustan şəhər, filan bəxş bunları verin türklərə. Yəni, mən bir dənə hesab elədim, dostlar, diqqət buyurun, bir dənə riyazi hesab eləyək, bərabər. Burada əyri oturaq, düz danışaq, vəziyyəti təhlil eləyək, nəticə alaq. İranda 1200 dənə şəhər var. Dedikləri, bəlkə biraz çox, bəlkə biraz az. Önəm daşınır. Ya 1200 olsun, ya 1500 olsun. O çox fərq eləndir. Amarda fərq eləyəcək, görəcəksiniz ki, nə fərq eləyəcək. Amma istəyirəm deyəm ki, ya aza da qoysaq bizə qazanır, çoxa da qoysaq bizə qazanır, ona görə. Əgər biz bu 1200 dana şəhrə ustandar verəcəklər, fərmandar verəcəklər, bəxşdar verəcəklər. Bunların %50'si bizim olan. 600'ü bizim olan. Eləyə bilək, 600 dana adam.
Bunların muavinləri var. 2 dana, 3 dana muavinləri var. Bu 2-3 muavinin ikisi bizdən olan. 1200 dana muavin səthində bizdən olan, türklərdən olan, ərəblərdən olan, bəluçlardan olan, türkəmənlərdən olan, qəşqailərdən olan, bizlərdən olan, haşiyə dediyimiz insanlardan. 1200 dana bizdən oldu. Üzr istəyirəm. Muavinlər 3 dana olanda 1200 dananın 3-ə zərb etsən elə neçə? 3600 dana. 3600 nəfər də buradan muavinimiz var. Bu elədir 4800 nəfər. Hər vizarət, bu vizarət keşvərinki idi fəqət. Bu fəqət vizarət keşvərinki idi. İndi vizarət amzuş pərvəriş var, vizarət behdaş dərman var, vizarət nə bilim keşavərzi var, vizarət cəng var, vizarət 24 dana ən azı vizarətxana var. 24 dana ən azı bəzən 32-yə çıxıbdır. Vizarətxana var. Hərəsində siz elə bu 8000 nəfəri qoyun da. Çünki onlar da ustandar əvəzinə müdirkul qoyurlar. 24 dana 8600 adamı hesablayın. Mən indi bunu cəm tərfiq eləsək dostlar, mənim riyaziyyatım çox zəifdir. Ona görə mühəndis olmadım. Yoxsa riyaziyyatım yaxşı olsaydı mühəndis olardım. Mən əgər tapa bilsəm bunu, maşın hesabda da indi tapamıram ki, bu hesab dəstgahı haradadır? Tamam, buradadır. 24'ü çarpsaq 8800'ə 212.000 nəfər, 211.200 nəfər adam iner. 211.200 nəfər bizim türklərdən yox, yarısı. Yəni 105.000, 106.100 nəfər. 106.100 nəfər türklərdən gedələr idarələrdə dövrə görələr. Müdiriyyət dövrəsi, siyasət dövrəsi, idarə dövrəsi, idarələri, sistemi idarə dövrəsi. Sabahları bu bizim milli qazancımızdır. 4 il buradan biz 100.000 dana müdür çıxacaq. Amma bunun üçün nə etməliyik? Bunun üçün bizim insanlarımız gedib peşəkarların yanında olmalıdırlar. Təşkilatlara bir-birinin ayaqlarına tutmamalıdırlar, itələməlidirlər. Mən dostlar, çiynimi qoymalıyam Həsənin ayağının altına deyəm, Həsən çıx ora, məni də çək üstə. Qasım çıx ora, məni də çək üstə. Hamımız, yəni mən milli adamamsa, gedək, bunları tutaq, işğal eləyək. Əgər xüsusən özümüzü yandırmamışıq, gedək, biz bu işi görək və orada milli siyasətlər aparaq. Siyasətləri milli tərəfə içəridən dövləti çevirək. Qədimdən deyiblər, ağacı içindən qurt yiyər. Biz də bunu görmüşük, hər meyvənin içindən qurt danar. Biz o dövləti niyə içəridən sökməyək? Ağlımız olsa gedərək bu işi. Məncə bizlərdə bu qədər ağıl yoxdur. İran dövlət də bunu bilir. Amma biz bundan çalışıq, ən az faydanı götürək. İndi bunun yanında biz məsələn, dostlar, nə olar məsələn biz gedək, Tehranda bir Türk hizbi quraq. Gedək vizarət keşvərə deyək ki, özdə indi tənir istidir. İndi yapışdırırsınız, yapışdırmazsınız. Çünki dövlət cicdir, İran dövləti cicdir. Hələ elə bilmirlər neynəsinə. İndi tənirə bir şey yapırdınız. 2 aydan sonra siz yapışdıra bilməzsiniz. 2 aydan onlar əqillərin yığarlar başlarına, bu yumruq ki dəyibdir, cizəllənirlər, oturarlar ilə, özlərini yığarlar, ondan sonra da heç iş görə bilməzsiniz. İndi dalbadal yumruğu yendirəcəksən, buranı alacaqsan, oranı alacaqsan, buranı müdir yerləşdirəcəksən. Gedin Tehranda bir dana hizb alasınız Tehranda. 1, 2, 5. 5 dana Türk hizbi Tehranda. Kərətdə. Kərət türklərinin hizbi. Əlborz, Ustan Əlborz, Ustan Tehran. Əraş türklərinin hizbi. Ceylan türklərinin hizbi. Rəşdə məsələn. Mazəndaran türklərinin hizbi. Şiraz türklərinin hizbi, İsfahan türklərinin hizbi, Bəluçistan türklərinin hizbi, Əl-Əhvaz türklərinin hizbi, hər yerdə Kürdistanda olan türklərin hizbi, rəsmi hizbi sahibi olaq. Biz bu hizbilərdən
Opozisyon əslində biz. Biz opozisyon şəklində gedək bax. Mən eləyə bilək bu işi görək. Niyə görməyək məsələn? Eləyə bilək. Baxın, ehtimalən İran dövləti bizə bu icazəni verməyəcəkdir. İran dövlətini, mən bu günləri Ərəb kanalına dedim ona ki, İran dövləti, Pezeşkiyan İran dövlətinin, İrançılığın və İranın son şansıdır. Tamam cibhələrin xərcləyiblər. Baxın, şahçılar aradan gediblər. Həm 57-də getmişlər, həm də bu seçkidə getdi. Nasyonalistlər, İran nasyonalistləri hər kəsi deyirsiniz deyin. Bu xarici radiolarda işləyənlər, hizbilərin rəisi, içəridə eşikdə, hamısı aradan getdi. Onlar yerlərini əldən verdilər. Onlar İranın adını tutsalar, İrana zərər verərlər. Onlar istəyərlər, bundan bu üzə İrançılıq eləyərlər, onlar gələr türkçülük eləyərlər, onlar gələr bəlutçulıq eləyərlər, onlar gələr kürtçülük eləyərlər, onlar gələr ərəbçılıq eləyərlər, onlar gələr türkçəmənçilik eləyərlər. Çünki o yoldan eləyə bilərlər, bu millətlərin etimadlarını qazanırlar, millətlər düşün deyərlər, bəlkə toğlanırlar. Millətlər deyərlər, bəlkə, bunlar millət bizim hüququmuzu istəyirlər, ha, pəşiman olublar, yolu axtarıblar, biz bunlarla qalaq. Bunlarda da bu ağıl yoxdur, bu ağlı eləməzlər, gəlməzlər. Bilirlər ki, əgər, məsələn, desələr, hə, türklər haqqı idilər, zülm olubdu falan, türklər güclənəcəklər, onu eləməzlər. Ya məsələn, gələk türkləri radiolarımızda, televizyonlarımızda istihdam eləyək, eləməzlər. Yer verək, bunları əlimizdə mum kimi oynadaq, eləyə bilməzlər, eləməzlər də. Çünki gücü, axir dəqiqəcən gücü saxlamaq istər, diktator. Axir dəqiqə yıxılanda deyər gəlin bölək, çünki də yıxılır. Dedi ki, gülləni axirəcən atır, elə ki, axirdə qutardı, əlin qozu təslim olur. Yox, o da təslim deyil, o ölməkdir. Onu gülləni vuracaqsan, öldürəcəksən. O təslim deyil. O gülləsi yoxdur, təslim olur. İrançılıq dünyada dostlar, pan-İranistlər, pan-farslar bu günləri bu vəziyyətdə. Dünənəcən tamam güllələrini atdılar, hətta bu gündə atırlar. Bundan bu üzə dedilər, biz İranlı, ağa, zülm olub, türklərə, ərəblərə, bəlutçulara onu gülləyinə vuracaqsan. Onu öldürəcəksən. O yalan deyir. O inanmayacaqsan. O yalan deyir. Pezeşkiyan İranın ən son şansıdır. Dedik ki, mücahidlərdən gözünüzü yumun. Bunları nə dövlət, nə İranda millət qəbul eləməz. Çünki İranda bunu eləyiblər bu mücahidləri ki, heç kəs demir, onlar millətdən ötürü savaşıblar. Mənim şəxsi inancım budur ki, onlar millətdən ötürü düşünürdülər ki, bu yolla getsək biz milləti mollaların əlindən qutarırıq. Mən belə düşünürəm. Çünki onlar düşünürdülər ki, biz mollaların əlindən bu milləti qutarıq. Amma pan-İranistdilər. Faşistdilər. Orasını demirik. Onlara da heç kəs inanmaz, onlara da heç kəs verməz. Yəni, İran dövlət də onlara fürsət verməz ki, edələr orada dövlət quralar. Molla dövləti. Şahçılara da icazə verməzlər ki, dövlət qursun. Çünki əslən millət qəbul eləməz. Tudələr də buna tay. Tamam, hizbilər buna tay. Bu hizbiləri keçək. İslah tələblər ki, abrılarını aparıblar. Heç kəs gəlməz. Hətta bu Pezeşkiyanın şeyində gördünüz ki, öz adları ilə gələn yerlərdə də onlara rəy vermədilər. Məsələn, Xatəmi ki, mən sevdiyim insandır, ehtiram qoyduğum insandır. Məndən insafən olmasaydı, bəlkə mən edam olacaqdı. Yəni, mənim edamım danışılırdı. Mənim edamım danışılır ki, mən edam olam. Amma Xatəminin və nümayəndə məclislərdən bir neçəsinin çalışması əslində diri qaldı. Allahın da lütfini, əlbəttə Allahı yaddan çıxartmayaq. Mən Allaha inanırım, dostlar. Siz inanırsınız, inanmırsınız. Mənim sizinlə işim yoxdur. Mən öz inancıma. Mən Allaha inanıram, məni Allah diri saxladı. Onları da əsbab, vəsilə elədi. Mənlə, Allahın bir hesabı var məndən. Bu hesab nədir? Mənə məkşuf deyil, Allaha məkşufdur. Hər halda. O şəxsi düşüncələrimizi burada eləməyəcək. Pezeşkiyan bu hakimiyyətin sonudur. Çünki bu Xatəmi getdi, doğulduğu şəhərdə dedi, Pezeşkiyana rəy verin, rəy vermədilər. Farslar tamam olduqları yerdə, hər yerdəki farslar çoxluq idilər, ya farslı hesablanır, çoxluqda deyirlər. Məsələn, Şirazda çoxluqda deyirlər, İsfahanda çoxluqda deyirlər. Çünki orada
Ərəblər var, türklər var, tamam millətlərdən İsfahanda işləyirlər. Əksəriyyət o birisi millətlərdir. Farslaşmış insanlar çoxdur amma. Amma orada heç kəs Pezeşkiyana rəy vermədi. Yəni əksəriyyət Pezeşkiyana rəy vermədi. Cəliliyə rəy verdilər. Yəni deyirlər, biz islah tələbi istəmirik da. Siz islah tələbsiz, xatəm mən səni istəmirəm. Pezeşkiyana rəy vermədilər və farslıq elədilər. Onlar əlbəttə, baxın, Səid Cəlili də türkdür. Nənəsini gətirdi televizyonda danışdı, mən türkəm da. İsfahana dedi ki, bu dəryadan suyu gətirəcək, yox, çarxanaları eləyəcək, belə eləyəcək, 7-8 dona onlara vədə verdi. Bizə də dedi ki, mən türkəm, nənəm türkdür. Mən türk millətinin balasıyam, məndən himayət eləyin. Tamam. Bunun üçün islah tələblər də yoxdur. Mühafizəkarlar da ki, bilirik, Əhmədinəcad dövlətindən də bunlar kollən qırıb gediblər qırağa. Millət əslən bu şeydən, İran dövlətindən, Molla dövlətindən narazıdır. Baxın, rəy vermir. Yəni, əslən farslar da rəy vermirlər, dostlar. Biləsi, yəni, farslar rəy versələr, heç olmasa %30 rəy gətirərdi bu məmləkət. %20 məmləkət rəy gətirərdi, vermədilər. Nəticə nədir? Nəticə budur ki, bir dənə adam deyir, mən türkəm. Türklərin, ərəblərin, bəluçların, kürdlərin haqları yeyilibdir. Bunların dillərində dərs oxumaqları gələcək, bunların torpaqları ədalət olmayıbdır, bunların torpaqları millətləri dalı qalıbdır, bunlara büdcə verilməli, buna şey eləmir. Əgər Cümhur İslami bu adamı qəbul elərsə, düşüncələrin əmələ gətirirsə, nəcat tapmaq ehtimalı var ki, İranı qoruya bilərlər. Amma Pezeşkiyanı qəbul eləməyələr, deyərlər ki, yox, İran bölünəcəkdir, türkçülük falan, bəhman. 4 ildən sonra Pezeşkiyan şikəst yesə 4 ilin içində ya ölsə, İran təchizat olacaq. Çünki heç kəs dahi İranda bu baxın bir dənə çehrə tapanmazsınız ki, deyəsiniz ki, hətta Mövlana Abdülhamid vardı, Bəluçların o mollaları Bəluçistanda, Zahidanda. Hətta onu da gətirib prezident eləsələr heç kəs qulaq asmaz. Yəni onu ki eləməzlər, çünki qanun əsasında onu prezident eləyə bilməzlər. Qanun əsasında fəqət Şiə prezident ola bilər. Amma hətta onu da gətirsələr belə müntezirini qəbirdən çıxadıb gətirirlər, diridələr qoyarlar, daha getməz. Daha getməz. İranın son şansı, dağılmama şansı. İranı Pezeşkiyan bir saxlaya bilər. Bu bizə zərər verdiyi ki, dostlarımız, istiqlalçılar və nigerandılar budur ki, İran dağılmaq üzrədir. Pezeşkiyan bunu yamaqlayacaqdır. Bu bizim dostlarımızın nigerançılığı buradır. Amma Pezeşkiyan hakimiyyətdə bir şərt ilə Pezeşkiyan müvəffəq olar. O şərt ilə mühəqqəq olsa İran dağılar. Nədir? O da budur ki, Xameneyi ölər. Xameneyi ölsə xələ-i qudrət yaranacaqdır. Yəni vəsətdə güclü adam yoxdur idarə eləsin. Ən güclü Xameneyidir. Xameneyi olandan sonra heç kəsi qəbul eləməz millət. Xameneyinin oğluna zaten müşkül var, indi heç kəs qəbul eləmir, hamı onun əleyhinə danışır. Sipah-pasdaran da onun üstündə 2 yerə bölünübdür, hər yer onun üstündə 2 yerə, 3 yerə bölünübdür. Ondan sonra da heç kəs qəbul eləməz. Yəni türklər heç bir şeyi qəbul eləməzlər. Ordu bölünər, ərtəş bölünər, sipah bölünər, hamısı bölünər. Xameneyi öləndən sonra hamısı bölünər. Pezeşkiyan təkcə Pezeşkiyandır ki, eləyə bilər Xameneyi öləndən sonra saxlasın. Amma Xameneyi öləndə türklər Pezeşkiyandan getməyəcəklər. Ərəblər Pezeşkiyandan getməyəcəklər. Bəluçlar Pezeşkiyandan getməyəcəklər. Dostlar, Mahmud bəy bilgin zəng edir. Mən buna cavab verim. Salam aleyküm Mahmud bəy, xoş gördük. Salam bəy, xoş gördük. Yaxşısınız. Sağ olun, teşekkür edirəm. Şimdi elə bir anlaşılmamazlıq oldu. Mən getdim müntəzir oldum yarım saat. Sonra da koydum telefon çıktım, gittim bir işim var idi. O işim de alındı. Geldim dedim siz zəif olursunuz. Bizim Təbriz vaxtı ilə 9 qərarımız idi. Mən 9-da sizi gözlədim. Hələ də danışıram mən burada. Hər halda o sizə indi qərarınıza qalıbdır. Bilmirəm gələ bilərsiniz, gələ bilməzsiniz, istərsiniz gələsiniz ya yox. Sen ona oturup bir saat danışabilirdik. Mən varam, istəyirsiniz gəlin bir danışaq. Nədir gələ bilirəm, hava gəlir? Instagramımız vardı da, fikir edirəm. Var.
Instagramda mənim adımı görəcəksiniz. Elə o açanda live-da görəcəksiniz. Hidayət Təbrizin. Hidayət underline Təbrizin. Orada mən şeyəm, istərsiniz gələrsiniz orada danışarıq. Oldu. Mən əlan bağlıram, birazdan Tacaşdan açım. Çünki istəyirəm bu qismət bölüm qalsın. Sağ olun, var olun, görüşərik. Oldu, sağ olun, yaşa. Dostlar, bu bəhsi mən istirdim ki, davam verim. Mən bu bəhsdə çox yazılarım, çox uzun yazılarım vardı. İstirdim biraz açıqlayayım, amma qonağımız gəldi, onun vaxtidir. Gəlsin, bir danışsın. Mən bu günləri ona mənfi vermişəm, o mənfini silaq. Özü də gəlin, gələk bunları deyək ki, şey olmasın. Bir də göndərəcəyəm da, onu biləcəklər. Amma icazənizlə dostlar, mən bunu bağlayayım. Tacaşdan bir dəqiqədən